Otiska niyə? Lut Peyğəmbər gey olub. Yox, qardaşım, elə olmayıb. Yəni, nəyə əsasən bu sualı verirsiniz? Hardan nə eşitmişsiniz? Yox, qardaş, yox. Homoseksual Peyğəmbər olar, qardaşım. Peyğəmbərlərin ümumiyyətlə gəlmə səbəbləri var. Yəni, bir Peyğəmbər niyə gəlir? Bir Peyğəmbər niyə gəlir insanlara? Yəni, bunun üzərində insan düşünməlidir. Allah insanları yaxşı yola dəvət etmək istəyər, pis yola, yaxşı yola. Necə dəvət etmək istəyər, aralarından birini bir nümayəndə seçməlidir də, bir vasitəçi öz arasında, cəmaatla. Belə olduqda pis adam seçər, yaxşı adam seçər. Yaxşı adam, nümunəvi adam seçər. Çünki yəni, insanlar baxacaq ki, Allahın seçdiyi ən nümunəvi adam budursa, onda mən nə bilim, kosmonavtam. Yəni, məntiq bunu deyir, ağıl bunu deyir ki, yaxşı insan seçməlidir, nümunəvi insan seçməlidir. O Tövratda da bu İncildə Peyğəmbərlər haqqında irəli geri danışanlar, yəni var da, yazılanlar var. Hə, nə bilim, qızları ilə yatdı, nə bilim, Bibliyada da mən uşaq idim hələ, ilk oxuduğum kitab Bibliya olub. Orada Yaqub Allahla güləşdi, nə bilim, kim neynədi, bu cür şeylər var. Hə, amma elə deyil, yəni. Davud, nə bilim, getdi sərkərdəsini öldürtdürdü ki, o gözü düşmüşdü onun arvadına. Bu cür şeylər Peyğəmbərlərə qara yaxmadır. Allahın Peyğəmbəri o cür hərəkət edirsə, mən ondan daha yaxşı oğlanam, belə deyək. Deməli, Peyğəmbər, Allah elə bir insanı Peyğəmbər seçir ki, bu adam nümunəvi şəxsiyyətdir. Mənə, sənə, ona, buna nümunəvi olmalıdır. Yəni, baxanda da deyəsən ki, həqiqətən də bu özü yaxşı insandır və gəlib Allahın adından bizi yaxşı bir işə dəvət edir. Məntiq bunu deyir, ağıl bunu deyir. Bunun üçün yəni akademik olmaq lazım deyil ki, bundan ötürü professor, akademik olmaq lazım deyil. Ağıl bunu deyir ki, bir nəfərə gəlib iddia edirsən, mən Allah tərəfindən göndərilmiş elçiyəm, sizinlə onun arasında bir vasitəçiyəm, sizi pis yoldan çəkindirib yaxşı yola dəvət edirəm, o bu sözü deyirsə, gərək özü də bir yaxşı yolda olsun. Bir homoseksual necə Peyğəmbər ola bilər? Necə mənə nümunə ola bilər? Necə öz dövründəki insanlara nümunə ola bilər? Onun qövmü o cür idi. Amma o dediyiniz yəqin qatışdırırsınız, yaxud da sizə səhv danışıblar. Onun qövmü o cür idi amma. Homoseksuallar idi, o da bəla gəldi onun qövmünə, o öz qızlarını götürüb çıxdı oradan. Həmin o olduğu ərazidən, coğrafiyadan çıxdı və bəla göndərdi Allah onun qövmünə, məhv elədi.